Hazırda Azərbaycanda çağırışçılar üçün həqiqi hərbi xidmətin müddəti 18 ay, ali təhsili olanlar üçün isə 12 aydır. Son vaxtlar bu müddətin azaldılması ilə bağlı təkliflər yenidən müzakirə mövzusuna çevrilib. Hərbi ekspertlər hesab edirlər ki, müasir dövrdə xidmət müddətinin uzunluğu yox, əskərin hazırlıq səviyyəsi və texnoloji bilikləri daha önəmlidir. Məsələ Milli Məclisdə də diqqət mərkəzindədir. Bildirilir ki, xidmət müddətinin azaldılması yalnız hərbi deyil, sosial və iqtisadi amillər nəzərə alınmaqla qiymətləndirilməlidir. Millət vəkili Hikmət Babaoğlu deyir ki, hazırda bununla bağlı Milli Məclisdə layihə olmasa da önümüzdəki mərhələdə belə bir layihənin gündəmə gəlməsi mümkündür. Bir neçə gün bundan əvvəl Azərbaycan Respublikasının Milli Məclisində hərbi sahədə əməkdaşlıq etmək üçün yeni bir memorandum imzalandı və burada çox mühüm məsələlər öz əksini tapır. Bu bir növ o qədər əhəmiyyətli sənəd idi ki, Şuşa bəyannaməsindən sonra parlamentdə bir növ ratifikasiya edilmiş oldu. Bütün bunlar əlbəttə ki, Azərbaycan ordusunun Türkiyə ordusu standartlarına gətirilməsini təmin edəcəkdir. Amma Türkiyə ordusu standartları nədir? Burada həm də hərbi xidmət müddətinin azaldılması var. Burada həm də peşəkarlardan ibarət ordunun yaradılması var. Hərbi xidmət sahəsindəki yeniliklərin hansı formada və nə zaman reallaşacağı isə qarşıdakı dövrdə aparılacaq müzakirələrdən sonra bəlli olacaq.